Dostlar, Teras Park yaşayış kompleksindən Bakıxanov qəsəbəsindən sizi salamlayıram. Bu günlər Bakıxanov qəsəbəsində möhtəşəm bir ərazidə Bakıxanov qəsəbəsinin ən çox tələbatlı olan binasında Teras Park yaşayış kompleksində 105 kvadrat metr sahəli 2 otaqdan 3 otağa çox super düzəlmiş bir mənzilimiz satışa çıxıb. Yəni 3 otağa ideal düzəlmə mənzil satışdadır. Gördüğünüz kimi dostlar, mənzildə gördüğünüz bütün əşyalar satış zamanı saxlanılacaq. Yəni ətrafını göstərək zəhmət olmasın. Qiymət də münasibdir dostlar. Yəni operatorumuz mənzilin xol hissəsini zəhmət olmasa göstərsin. Bura geniş bir mətbəxlidir, dəyərli izləyicilərim. Mətbəx mebeli yığılıb, bahalı mətbəx mebeli. Ümumiyyətcə evin təmirində əzizlərim, belə deyim də, qənaət olunmayıb, ən yüksək səviyyədə təmir işləri görülür. Bahalı materiallardan, yəni elə mənzilin döşəməsi, mənzilin təmirinin hansı səviyyədə olduğunu göstərir. Vış sot, birinci sot parket, əziz izləyicilər. Ən bahalı parketi ev sahibi gördüyünüz kimi evdə istifadə olunur. Burada isə dostlar, mənzilin kvadratı haqqında məlumat verdim. Otaqların kvadratı olduqca genişdir. Yataq otağın kvadratı hardasa 20-25 kvadrat ölçüləri var. Zal da olduqca böyük, 30 kvadrat, koridor hissəsi mətbəxdə çevrilib gördüyünüz kimi. Bura isə dostlar, ən möhtəşəm, mənzilin ən möhtəşəm yeri deyərdim ki, buradır. Yəni hündürlükdən operatorumuz gəlsin, birbaşa məhəlləsinə baxır. Cam balkondur, gördüyünüz kimi kombi sistemi eyvanda yığılıb, qazı sayğacıdır, kondisioneridir. Buradansa məhəlləsinə gördüyünüz kimi möhtəşəm bir mənzərəsi var. Əziz dostlar, Bakıxanov qəsəbəsinin mərkəzi, ən çox sevilən bina, ən çox tələbat olan bina Teras Park yaşayış kompleksi. 3 otaqdan qətiyyən seçilmir, dəyərli izləyicilərimiz. Sanuzel, sanitar qovşağı da göstərəcəm. Bura mənzilin qapıdan giriş hissəsidir. Belə bir xol hissəmiz var. Burada gördüyünüz kimi dolaplar yığılıb, əlavə veşlərin yığılmağı üçün. Burada isə dəyərli izləyicilər, qapıdan daxil olarkən sol tərəfdə sanuzel, sanitar qovşağımız yerləşir. Sanuzeldə olan aksesuarlar ən bahalı aksesuarlardır, əziz izləyicilər. Yəni ev sahibi ən bahalı aksesuarları bu mənzildə təmir zamanı istifadə edir. Burası mənzilin növbəti yataq otağı, 3-cü yataq otağımız dostlar. Burada da olan mebellər qalacaq, əşyalı vəziyyətdə. Videonu axıra kimi izləyin, sonda qiyməti deyəcəm, əziz dostlar, diqqətiniz məndə olsun. Dostlar, mənzil əşyalı satılarsa, mənzilin qiyməti 325 min manatla real alıcılarımıza təklif olunur. Yox, əgər mənzili əşyasız almaq istəyən müştərimiz olarsa, o zaman mənzilin qiyməti fərqli, yəni 295 min manatla əşyasız vəziyyətdə bu mənzili real alıcılarımıza təklif edirik, dəyərli izləyicilərimiz. Yəni ev sahibi bu mənzili əşyalı 325 min manatla deyir, qiymətini əşyasızsa 295 min manatla, yəni razılaşmaq mümkündür. Dostlar, mənzilin sənədləri haqqında məlumat verin. Qubça, texpasport, bütün sənədləri qaydasındadır. Mənzil ipotekaya da yarayır. Binanın 2 ədəd müasirlik sistemi yeraltı qarajda mövcud. Əziz dostlar, bu mənzillə bağlı nə sualınız olarsa, nömrəmiz səhifədə var. Buyurub əlaqə saxlaya bilərsiniz. İzlədiyiniz üçün dəyərli izləyicilərim, təşəkkür edirəm. Bəyənməyi də unutmayın. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Binanın 2 ədəd müasirlik sistemdə var, dəyərli izləyicilərim.